Hər vaxtınız xeyir, əziz Azərbaycan könüllüləri. Yanvar ayı buraxılışı ilə yenidən qarşınızdayım. Bu ay ərzində keçirilən layihələrə gəlin birlikdə nəzər salaq. Söhbətçi layihəsinin növbəti qonağı tanınmış televiziya aparıcısı, aktyor və prodüser İlkin Həsənoğlu. Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların rəhbər və nümayəndələrinin, idarə heyəti və aktiv katibliyinin iştirakı ilə növbəti əlaqələndirmə görüşü keçirildi. 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq rejissor, ssenarist və yazıcı Vahid Mustafayev ilə 20 yanvar həqiqətləri mövzusunda görüş keçirilir. Azərbaycan könüllüləri 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq əməkdar jurnalist, yazıcı, dramaturq Rafiq Səməndər və 20 yanvar hadisələrinin canlı şahidi olan Nazim Ələkbərov ilə görüşüblər. 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllüləri, təşkilat rəhbərləri Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önündə gül dəstələri düzüblər. Söhbətçi layihəsinin qonağı Türkiyənin məşhur aktyoru Güllü Ərhan obrazı ilə geniş tamaşaçı auditoriyasının sevgisini qazanan Ərhan Ufakov. Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən Könüllü Konsultasiya Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Könüllü Dialoq platformu çərçivəsində növbəti görüş Könüllü Dost proqramının üzvləri ilə baş tutub. Bakı Dövlət Universitetində 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümummilli lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində Güclü Dövlətin Təməli Azərbaycan Gəncliyi adlı forum həyata keçirilir. Forum çərçivəsində Gənclər və İdman Nazirliyinin, Bakı Dövlət Universitetinin, Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Gənclər və Könüllü Təşkilatlarının Gənclər evlərinin təcrübə və könüllülük proqramının sərgisi keçirilir. Beləliklə, ilin ilk buraxılışını yekunlaşdırdıq. Bizi izləməyi, paylaşmağı və könüllü dostlarınızı bura dəvət etməyi unutmayın. Növbəti ayda yeni layihələrlə, yeni xəbərlərlə yenidən görüşənədək. Hələlik!